Hər kəs salamdırsa kanalıma, videoma xoş gəldiniz. Bu gün yeni bir videoyla qarşınızdayım. Videoya keçməzdən əvvəl kanala dəstək olmaq üçün abunə ola bilərsiniz. Videomu bəyəndinizsə like ata bilərsiniz. Həmçinin dostlar Telegram kanalımıza gələ bilərsiniz. Burada səhmlər və kriptovalyutalar haqqında məlumatlar paylaşır, şəxsi analizlərimi paylaşıram, şəxsi fikirlərimi paylaşıram, sizlərə dəstək olmağa çalışıram, müəyyən nələrsə öyrətməyə çalışıram. Həmçinin müzakirə qrupunda da mən və digər adminlərimiz sizlərdən ən güncəl məlumatları, xəbərləri, dəstəkləri verməyə çalışır maksimum cəhətdən. Belə, gəlin videomuza keçək dostlar. Bugünkü videoda ABŞ şirkət səhmləri, ABŞ birjasında hal-hazırda bir sektordan danışacağam ki, dostlar, bu sektor tam o performansı verməyib və tam gözə çarpmayıb hələ ki, lakin möhtəşəm geri dönüş edə biləcək sektorlardandır və yəni bildiyimiz kimi məsəl üçün çip sektoru var və yaxud elektromobil və s. yəni bu kimi sektorlar çox insanların dilindədir. Amma sizə deyəcəyim sektor hələ də tam olaraq necə deyərlər, dəyərlənməyib. Bu sektordan danışacağam. Hansı sektordur bu sektor? Müdafiə sektoru dostlar. Müdafiə və kosmos sənaye sektorudur. Bu ikisini bir yerdə deməyim məncə düz olar. Çünki hal-hazırdakı müdafiə şirkətləri həm müdafiə şirkəti ola bilirlər, həmçinin kosmos sənaye şirkəti də ola bilirlər. Belə, yəni düzü hal-hazırdakı bir neçə şirkət nümunəsi göstərəcəm ki, bunlar müdafiə sektorunda möhtəşəm şirkətlərdir. Birinci şirkətimiz hansı dostlar? Kratos şirkətidir. Dediklərimin heç bir yatırım tövsiyəsi deyil, sadəcə videonun mövzusu budur ki, müdafiə şirkətləri və gələcəyin ən böyük sektorları və daha doğrusu indiki ilin də ən böyük sektoru. Yəni bildiyimiz kimi bir çox dövlətlər müdafiə xərclərini həddən artıq artırırlar. ABŞ olsun, Avropa olsun, Yaponiya olsun, Türkiyənin özü olsun, yəni bir çox dövlətlər, hətta ərəb dövlətləri belə Səudiyyə Ərəbistanı, Ərəb Əmirlikləri, yəni bir çox varlı, böyük iqtisadi gücü olan dövlətlər, Çin də təbii olaraq, Çin təsəvvür edin bu il əvvəlki illərə nisbətən qat-qat artıq müdafiə xərclərini artırıb və bu müdafiə xərclərinin artırılması müdafiə şirkətlərinin, müdafiə sənayesinin daha da inkişaf etməsi, daha sürətli işləməsi və daha çox gəlir qazanmasına gətirib çıxarır. Biz də bunlardan gəlir qazanmaq üçün nə etməliyik? Trendləri izləməliyik, sənayeni izləməliyik və inkişaf trendini izləməliyik. Bu inkişaf trendi də hal-hazırda ölkələrin müdafiə xərclərinin artırması yönündədir. Və bu gün də sizlərə bunun üzərində şirkət nümunələri verəcəm. Siz necə tapa bilərsiniz müdafiə sənayesi şirkətlərini? Süni intellektdən istifadə edə bilərsiniz və yaxud trading view əsasən kompüterlərdə, notebooklarda, yəni planşetlərdə, yəni böyük ekranlı bir cihazlarda açsanız, bu kimi yəni arayüzdən daha rahat tapa bilərsiniz. Telefonlarda bu biraz çətindir. Yəni müdafiə sənayesinin daha məsələn burada gördüyünüz kimi uzay savunma. Yəni ona görə mən deyirdim bayaq, deməli kosmos sənaye və müdafiəni bir yerdə çəkmək daha yaxşıdır. Mən buna görə deyirdim dostlar. Belə, Kratos, yəni müdafiə sənayesi şirkətidir. Burada finansal bölümündə də baxaq, nə satdığına və s. Gördüyünüz kimi müəyyən hökumət müqavilələri var, müəyyən müdafiə sistemləri var. Bunun haqqında ətraflı video çəkməyəcəm. Çünki bu sənayedən danışır, sektordan danışır. Yəni sektordan danışan videoda mən səhim tanıtımı etmirəm əsasən və dediyim kimi bunların heç bir yatırım tövsiyəsi deyil. Gördüyünüz kimi müdafiə şirkətlərinin son ürünlərinə baxsaq milyardlarla pullar nağd ehtiyatları var və böyük ölkələrdə satışlar edirlər. Təxminləri çox yüksəkdir, yəni həddən artıq yüksəkdir. Gördüyünüz kimi artan gəlir tempi və s. və ilaxır. Gəlin ümumi sektor üzrə də baxaq. Məsələn, RTX Corporation müasir deməli müdafiə şirkətidir. Həmçinin bunlar elektronik texnologiyaya da aiddirlər. Lockheed Martin, yəni bildiyimiz şirkətlərdəndir. ABŞ-ın deməli F təyyarələri var. Bu F-35, F-14, yəni səhv etmirəmsə bunlardır. Bunların deməli hazırlanmasını Lockheed Martin Corporation şirkəti deməli bu fəaliyyətlə məşğuldur. Bu F deməli adlı təyyarələrin qırıcı hücum təyyarələrinin hazırlanmasında bu şirkət məşğuldur. Lakin deyim ki, RTX Corporation, yəni məsələn RTX Corporation bazar dəyəri 286 milyarddır, Lockheed Martin 131 milyard. Bunun da səbəbi budur ki, RTX Corporation daha müasir şirkətdir. Nəinki Lockheed Martin Corporation. Yəni ona görə hal-hazırda müasirlik və texnologiyada kim sürətlə irəliləyirsə, o şirkətlər daha yüksəyə qalxır. Məsələn, RTX Corporation-ı qısa bir
analizdə görürük ki, güncəl ildə cəmi 15% artıb. Səhmləri nə qədərdir? Səhmləri, baxsaq görərik ki, 1,135 milyard, səhmi var açıq bazarda. Hədəflərinə baxsaq, gəlir artımı yüksək tempdədir təbii olaraq, gəlirləri də yüksəkdir. Yəni bazar payı yüksək olan şirkətlərdə, əsasən təxminlər o qədər də yüksək olmaya bilir, lakin yenə də bu şirkətlər müdafiə xərclərini artırdıqca ölkələr daha çox qazanırlar. Yəni bu normal bir, deməli məqamdır, normal bir hadisədir. Və başqa şirkətlər də var. Kratos dediyim kimi. Məsələn, burada digər şirkətlər də var. Yəni sizlər baxa bilərsiniz. Məsələn, Innovative Mention şirkətini mən tanıtmışdım, Lunar şirkəti. Yəni mən indi başqa şirkətləri misal gətirmirəm, çünki yəni niyə də gətirim? Yəni bu sektordan danışıram dediyim kimi, ümumi sektordan danışıram. Məsələn, sadəcə nümunələr vermək üçün bəzi şirkətlərin adını çəkirəm və göstərirəm hardasa. Gördüyünüz kimi bu şirkət Lunar əsasən kosmos sənaye şirkətidir, lakin müdafiə şirkəti kimi də gedir əsasən və son, deməli, bir ayda əslində 40%-dən çox yüksəlmişdi, $20 keçmişdi qiyməti. Hal-hazırda biraz düşdü. Yəni bu kimi müdafiə, kosmos sənaye şirkətlərini dəyərləndirmək lazımdır, araşdırmaq lazımdır, bu sənayeyə elə belə yanaşmamaq lazımdır. Yəni sizlərə çalışdığım qədər dəstək olmağa çalışıram bu, yatırım mövzusunda. Lakin daha çox məlumatlı, məsələn, bu şirkətin də gördüyünüz kimi təxminləri yüksəkdir, gəlir artımı, normaldır, yaxşıdır, yəni 2 qat gəlir artımı var, 20% yəni pis deyil. Dediyim kimi dostlar, müdafiə sektoru hal-hazırda böyük sürətlə inkişaf etməyə başlayan sektorlardandır. Göstərdiyim səhmlər yatırım tövsiyəsi deyil, sadəcə qısa bir sizləri analiz etdim ki, nəyin nə olduğunu başa düşəsiniz. Belə, bugünkü video bu qədər. Sizlər də səhmlərə yatırım etmək, kriptovalyutalara yatırım etmək istəyirsinizsə, daha doğrusu necə edilir, necə biz bu sahədə inkişaf edə bilərik, bunu öyrənmək istəyirsinizsə kanalımıza abunə ola bilərsiniz, Telegram kanalımıza gələ bilərsiniz. Eee, Belə TikTok səhifəmiz var. Maliyyə adamı yazsanız, çıxar, çıxmasa da gəlin, Telegram kanalımızda, gördüyünüz kimi, bəzi postlarda TikTok səhifəmizi etiketləyiblər adminlərimiz. Oradan da daxil ola bilərsiniz ki, orada kriptovalyuta üzrə öz, fəaliyyətlərimizi, öz, trade əməliyyatlarımızı paylaşırıq. Bugünkü video bu qədər dostlar. Ümid edirəm maraqlı oldu, ümid edirəm nəsə öyrənə bildiniz. Sağ olun, salamat qalın. Gələcək videolarda görüşəncək.